İnsan Allaha yaxınlaşır həm müstəhəblər, həm vaciblər vasitəsilə. Hansı üstündür? Vaciblər daha çox yaxınlaşdırır insanı Allaha, müstəhəblər. Cavab budur ki, vaciblər. Vaciblər daha üstündür və daha sürətlə insanı Allaha yaxınlaşdırır. Vaciblərin dəyəri çoxdur. Qəribədir ki, insan özü də vacib hökmü axtarır, xoşlayır. Onun bir nümunəsi ümrə ziyarətidir. Ümrə qəribə bir ziyarətdir. Öz-özlüyündə müstəhəbdir. Ümrə müstəhəb ziyarətdir. Gedirsən, ehramı bağlayırsan, olur vacib. Vaciblər gəldi sənin boynuna. Artıq Məkkəyə daxil olanda bütün o vaciblərə əməl edirsən. Qəribədir ki, insan könüllü olaraq özünü vacib ibadət dairəsinə daxil edir. Ümrə, etikaf məsələn, etikaf da belə bir əməldir. Etikaf məsciddə 3 gün qalırdılar. Adətən Rəcəb ayında, yəni belə bir əməl var. Və insan görürsən, mən həcdə çox olmuşam da Məkkə ziyarətində, qəribə bir şeydir. Bunu diqqətlə kimsə qismət olsa getsə görər ki, ehrama əlinə bağlayanda ki, deyir bu olmaz, bu olmaz, əmrlər gəlir, insanda bir şadlıq yaranır ehram giyinəndə. Hamıda yaranır. Ehram giyinəndə hamı şad, sevinclidir nəsə, qəribə. Özdə xoşlarına gəlir insanların ki, Allah onları əmr yağışına tutub. Gəlib tez soruşurlar, filan elədim, filan elədim. Bir narahatçılıqla yox, sanki bir şadlıq var insanın içində. Əmrlər, vaciblər insana tərəf gəldiyi zaman. Vaciblərin nuru müstəhəblərdən çox. Vaciblər daha nuranidir. Allah niyə bəndəsinə nəyisə vacib edir? Heç düşünmüsünüz? Biz elə bilirik ki, Allah deyib bunu elə vacib. Niyə axı vacib? Vacib nədir? Ola bilər də tövsiyələrdən ibarət bir kitab göndərər ki, sizə tövsiyə edirəm filan şeyləri eləməsəz yaxşıdır. Filan şeyləri eləyin. Vacib idi ki, desin, vacibdir sənə. Niyə axı? Biz bəlkə də heç vaxtda düşünməmişik çoxumuz. Öləməlidir. Axı niyə eləyir? Məsələn, sən deyəsən ki, biri yola çıxır, deyirsən ki, diqqətli ola, tövsiyə edirəm ki, yolun filan kilometrində sərt döngə var, onu elə dön ki, məsələn, belə olsun da, məsələn, ya filan yol haqda. Bunu tövsiyə kimi deyir. Allah da tövsiyə kimi deyərdi ki, mən sizin Allahınızdan bilirəm. Bunu belə elə söz daha yaxşıdır, eləmə söz daha yaxşıdır. Niyə deyir, olmaz? Niyə deyir sənə vacibdir bunu eləmək? Niyə deyir? Elə hər şeyi tövsiyə eləyərdi, müstəhəb eləyərdi. Cavab budur ki, müstəhəbdə mən var, mən. Müstəhəbdə mən var. Bəndəsini, insanı yaradan Allah bilir ki, bu mən ev yıxan şeydir. Bu insan adlı varlığın xoşbəxtliyi məndən qopmasındadır. Bu insan adlı varlığın, yəni mahiyyəti belədir. Bu insan adlı varlıq məndən qurtulanda, azad olanda xoşbəxt olur. Başa düşürsünüz? Bu insan belədir. Vacib hökmdə mən olmur, etməyə bilərdim yoxdur. Eləməlisən, əmr var. Ona görə adam deyir ki, mən böyük iş görməmişəm. Neyləmişəm ki, gəl eləməyim hələ. Bax, bu hal səni xoşbəxt eləyir deyə Allah, o boyda Allah sənə bu xoşbəxtliyi daddırmaq üçün başlayır sənə əmr eləmək. Çox maraqlıdır bu. Adam bunu başa düşəndə səcdədən qalxmaq istəməz. Allahın bu lütfünü görəndə. Bu mən ki sənə mane olur, Allah deyir ki, bu məni ver, mən sındırım. Eybi yox, əmr bahasına. Əmrin acılığı da var, axı səninlə mənim aram pozulur. Da neyniyim? Əmr doğdu bu sevgidən, məhəbbətdən. Allah bizə kömək eləmək üçün bizə nəyisə vacib buyurub. Başa düşürsünüz bu nə qədər böyük faciənin dərinliyini başa düşürsünüz. Allah bizə kömək eləmək üçün əmr eləyir. Çünki bu mən əmr olmadan sınmır. Sən bu mən də sınmayanda sən xoşbəxt olmursan. Ona görə Allah o məqamında başlayır sənə əmr eləməyə. Onun əmr eləməyəndə daha yaxşı olur axı adam. Qardaşım, sən xahiş edirəm belə deyəndə deyir, bu yaxşı danışdı mənə. Get bunu elə. Başlayır düşmənçilik. Allah bütün bunları gözünə qoyur, deyir, eybi yox. Amma xoşbəxtliyi bundadır, axı neyinin? Xoşbəxtliyi bundadır deyə əmr eləyirəm. Razıdır, sözü də yerə düşsün. Təbii ki, əmr olanda 5 əməl eləyəcək, onu da eləməyəcək, necə ki eləmir. Allah, o əzəmətdə Allahın sözü yerə düşür. Sözü yüngül olur da, nəuzubillah, elə deyil. Bu Allahın fədakarlığıdır, fədakarlığı deyil. Bu Allahın fədakarlığıdır. Bizə deyərlər ki, niyə sözü deyirsən, bilirsən yerə düşəcək? Elə deyirik də. Görürsən, bu adam sənin sözü əməl eləyən, demə də onu özü yüngül eləmə. Allah o məqamında əmr ki, bizi məndən xilas eləyir. Çünki əmr mənə zərbədir. Və xilas olmaqla xoşbəxt oluruq deyə əmr bu zərurətdən doğub. Bu zərurətdən doğub. Allah vaciblə bizə kömək eləyir. Niyə vaciblərin nuru daha çoxdur? Çünki vacibdən mən yoxdur. Mən elədim sözü yoxdur. Vacib, məsələn deyirsən, neynəmsini vacib namaz qılmısan da. Bu halın yaranmağı üçün
Vacib namaz anlayışı meydana gəlir. Yoxsa deyəcəksən, istəyərdim, eləməzdim, istəməzdim. Yəni istəsəydim eləyərdim, istəməsəydim eləməzdim, durdum elədim, mən elədim. Bu mən elədim səni xarab eləyir deyə əmri dövriyyəyə buraxır ki, səni məndən azad eləsin. Hər şey müstəhəb olsaydı, istəyərəm, eləyərəm, durdum özüm indi 2 rükət namaz qıldım. Bu durdum özüm var, bu da sənin bədbəxtliyin. Başqa sənin nəsə bədbəxtliyin var. Özüm, bu. Özüm bulaşdırdı hər şeyi. Bu şəriətsiz din var təsəvvüf, sufi cərəyanlarının əsas dərdi bundadır. Yaxşı işlər görür onlar. Amma könüllü istəyən yaxşı işlər. Mən könüllüyəm, özümdür. Və bir qəribə həmişə mən fikir vermişəm, bu adamlarda bir zahiri belə qəribə bir əxlaq var, arxasında gizlənən bir nəfs var, nəfs iləcərliyi var. Allahla xaloğlu biboğlu münasibəti qurur, dost-qardaş münasibəti. Mən şəriət zad inkar edir, qəlblə, əsas qəlblədir Allaha tərəf gedəsən. Qəlblə, yəni mən belə istəyirəm. Şəriətsiz din nəfsi bəsləməkdir. Nəfsin istəyi ilə yaxşı işlər görməkdir. Nəfsin istəyi ilə günah elədin, yaxşı iş gördün. Prinsipial fərq yox. Bu qədər prinsipial fərq yox. Bu məni harda vurmaq olar? Bu mən ki məni bədbəxt eləyir. Bunu harda bunun başına ağır zərbə vurmaq olar? Oturub deyirəm ki, mən nəfsimi harda vurum? Yenə sən vurdun. Yenə mən var ki, mən nəfsimi harda vurum? Mən incə məqamlardan danışamaq. Çox incə məqamlardır. Deyərsiniz, bunun işi gücü qutarıb, ilin günün bu vaxtı, bu nə söhbətlərdir? Bunlar lazımdır bəşəriyyətə. Deyirsən ki, mən nəfsimi harda vurum? Məni vurdumsa, yenə mən var ki orada da. Bir məni vurdu, başqa mən böyüdü. Onda Allah neynir? Allah köməyə gəlir. Deyir, sən çəkil kənara, mən vurum ki, sən də nəfsimi vuranda da mən olmasın ortada. Vacib bu zərurətdən doğur. Bu Allahın fədakarlığıdır. Namaz ona görə vacibdir. Namaz ona görə dinin sütunudur. Çünki ortada Allah əmri var. Sən özün istədiyin kimi nəfsini vurmadın. O qarışdı. Dedi ki, Allahu Ekber, dur işini saxla, namaz başla qılmağa. Vəssalam. Ürəyim istədi, durdum deyil. Ürəyim istəyirdi ki, indi işin alverin qızğın vaxtıdır. Nə qədər adam işin atıb indi gəlib burada oturub. Allahın əmri ilə. Allah vacib buyurur. Vacib mənin qənimidir deyə Allah nəyəsə vacib buyurur. O qədər ürəyim istəyir, məntiqini dünyaya yeridiblər ki, deyir, necə istəyirsən kef elə yaşa. Cəmaatda dinə də belə yanaşma formalaşıb. Din də gəlib olub, mənim belə könlüm istəyən. Elə din daha ya, deyir, elə danışır ki, biraz keyf eləyək. İstəyir ki, moizə də belə olsun. Keyf məntiqi, keyf nə mənada? Bu dırnaq arası keyf. Ürəyim istəyir, məntiqi dünyaya o qədər yayılıb ki, bu qərb mədəniyyəti vasitəsilə. Din də gəlib belə bir alət olub. Allah şahiddir bu sözümün doğruluğuna. Rəhmət ən çox əmrdə təzahür eləyir. Niyə görə? Çünki əmr insanın qənimi olan, bədbəxtçiliyinin səbəbi olan mən bütünü sındırır deyə Allahın ən böyük rəhməti, onun bunu eləməlisən sözündədir. Sənə acı gəlir, amma sənin o acılığı yaradan o nəfsdir sənin düşmənin. Allah o nəfsi əzmək üçün sənin üçün fədakarlıq eləyir. Yoxsa oturar Allahlığında ağayana deyər, özünüz bilərsiniz. Heç kəs də ondan pis olmaz. Heç kəs də ondan pis olmaz. İnsanlar istəyir ki, nəfsin əmri ilə Allaha pərəstiş eləsin. Ne bilirsiniz, faciə nədədir? Büt əmr eləyir ki, dur Allaha ibadət elə. Allah oldu ikinci. Allah oldu ikinci. Allaha Allahın əmri ilə bəndəli eləyəsən, budur xoşbəxtliyin açarı. Əmr əzişdirməlidir bu məni. İnsan yavaş-yavaş əmrə itaət elədikcə axırda əmrin həsrətini çəkməyə başlayır. Məcazi deyim sözümdən sonra ilişməsinlər sözümə. Allah özünü dırnaq arası deyək pis eləyir bizə əmr eləməklə. Cəmaatın dinlə davası nədir? Əmrlərdir. Quranı açırsan deyim, mən demişəm belə eləyim, mən demişəm elə eləyim. Bu da deyir, bu necə dindir? Elə deyir, mənəm deyir. Başa düşmür ki, bu mən deyir, mən deyirəm belə elə. Çünki sən insan, səni azad buraxsın, sənə desən ki, xahiş edirəm dur bunu qıl, sənin içində bir büt var ki, o sınmayacaq, o sınmasa da sən bədbəxt olacaqsan, sənin xoşbəxtliyi üçün o əmr eləyir, səni sevdiyindən əmr eləyir, çünki səni tanıyır, səni yaradıb, səni xəlq eləyib və əmrləri sənin içində olan o bütü sındırır. O bütü sındırmaq üçün özünü pis eləməyə razıdır, özünü pis eləməyə razıdır. Çox adamı Quranın bu üslubu əsəbləşdirir. Ki, bu nəsə belə amiranə danışır bu kitab adamla. Bu təxminən bir nəyə bənzəyir. Ata bilirik ki, uşağı xəstədir, ona tutaq ki, ata həkimdir, kəsirdə cərrahi əməliyyat eləyir. Sadə məntiqlə baxsın, bıçaq atanın əlində uşağının qarnını kəsir, həm bədən üzvünü kəsir, daxili orqanını çıxardır filan, hə? Amma ürəyində eşqdir, eşq o bıçağı vadar eləyir ki, Allahın da eşqi cuşa gəlir, əmr yaradır.
əmr yaradır. Əmr yaradır ki, o çıxıntılar var, ruhumuzda onları kəssin ki, biz xoşbəxt olaq. Yoxsa onun özünü bizə təsdiq eləməyə ehtiyacı var. O əzəmətini bizə eləyib, özü belə deyək, fəxr eləmək. Gör necə əzdim bəndəmi. Ramazan ayı bu mövzu hesab edirəm ki, dərmandır Ramazan ayı öncəsi. Dərmandır. Çox vacibdir. Cəmaatın davaları vaciblərləndir. Allah bəs niyə vacib buyurur? Çünki istəyir ki, səni bu vasitə ilə pak eləsin. Sənin başqa paklanma yolun yoxdur. Sən cənnətə daxil olanda da bilsən necə daxil olacaqsan. Bax, Qurana baxın. Hamı baxacaq ora. Baxacaq ora. Deyəcək, vay, mən neynəmişdim? Əlini tutacaq, deyəcək, vay, utandım mən. Bunu mənə verdilər. Mənim elədiyimin qarşılığı bu deyil. Başını aşağı salacaq, içində olan zərrə mən töküləcək. Ondan sonra ləyaqət tapacaq cənnətə qədəm qoymağa. Darussalamdır. Ora salamatlıq evidir. Mənəmçilik eləyənlərin yeri yoxdur. Cənnəti ilə əslində əmri ilə əzdiyi ilə cənnəti ilə əzdiyi eyni şeydir. Ne üçün əzir bu məni? Çünki yol yoxdur. Mən bir bənddir səninlə xoşbəxtlik arasında. O da hər vasitə ilə vurnuxur Allah, məcazi deyək ki, sənin o içində olan məni əzsin. Gah əmr eləyir, gah filan eləyir. Cənnətəcən gedib çıxmısan, cənnətin qapısında axı deyir, tam təmizlənir insan qiyamətdə. Axırıncı təmizlik işi necə görülür? Deyib, bax ora, baxır, xəcalətdən başına sağ saldır. Vay, mən biabır oldum. Axı, nəyə görə bunu verirsən sən mənə? O xəcalət hissi ilə cənnətə daxil eləyir insanlar. Fikir verin, Allah qonaqlarını hər bir yerdə əmr yağışını tutmaqla qarşılayır. Sığal çəkmək istəyəndə başlayır əmr verməyə adama. Ramazan ayı Allah ziyafətidir. Niyə? Əmr halındadır səhərdən axşamacan. Olmaz hər saniyə səninlədir. Ziyafətin özəlliyi bundadır. Həccə gedənlər bilir. Məkkədən çıxanda adamın ürəyinə qəm gəlir. Fikir vermişsiniz? Rəhmət ağuşunu tərk edirsən Allahın. Niyə? Çünki əmr qutardı. Ehramdan çıxdım, əmr bitdi. Əmrlər qutardı. Adam elə belə o içində olan o mən ki əzilirdi, ləzzət alırdı, rəhmət sığalını hiss edirdi, qəm çökür ki, neçə gündür rəhmət ağuşundaydı. İnsan əmr teşnəsidir. Ramazan ayı bitəndə də elədir. Niyə görə adam narahatdır? Əmr bitdi. Allah da təsəlli vermək üçün deyir, eybi yoxdur. Bir gün bayram elə ki, yoxsa ürəyin partlayar. Ramazan bayramı belə meydana gəlir. Deyir, bayram elə, şaddan ki, biraz başın qarışsın. Çünki əmrə o qədər öyrəşir. Əmr elə bir iş görür insan ruhunda ki, ondan ayrılanda narahat olur. Yaxşı, mən sabah da oruç tutum da Şəvvalın 2-sində. Tutacaqsan, amma mən istədim da, əmr yox. İstəsəydim tutardım, mən durdum, oruç tutdum. Ona görə vacib vaxtı övliyalar şad olur. Əmrdə mən yoxdur, o var. İnsan özü də hətta Allahla münasibətdə olmamalıdır, əsas bilirsiniz. Mən və sən yox, mən və sən yox. Mən və sən yox, sən. Əmrdə bax bu var. Müstəhəbdə nə var? Mən qərar verdim, sən də dedin, bəyəndin, mən də durdum elədim. Vacibdə bu yox. İnsan öz keyfinə uyğun yaxşı adam olmağa dünyaya gəlməyib. Sekulyar əxlaq bizə bunu aşılayır. İnsanın xoşbəxtliyi bunda deyil. Yoxsa bu saat hamı əxlaqdan danışır. Hamı əxlaqdan dəm vurur. Bir dənə də söz deyim. Sonra Həzrət Əliyə işarə eləyim. Vaxtımız var 5-6 dəqiqə. Bir dənə də şey var ki, vacibdə də ixtiyar var. Axı, ibadət vacibdir, amma eləməyə də bilərdim. Bax, deyir sənə ki, bax, bu məndən mübarizə apar. Bu məndən, bu bir mərhələyə çatasan ki, vacibin də altından bir mən çıxa bilər. O baxımdan ki, məndə ixtiyar qoyub. Mənim işimi asanlaşdırır ki, daha böyük əjdaha məndən yox, xeyli əzilmiş, əmr vasitəsi ilə xeyli əzilmiş yenə də mən var da vacibi də eləməyə bilərdim. Əsas mübarizəni asanlaşdırmaq üçün o məni bu mərhələyə gətirir. Vacibdən qaçan mən. Başa düşdünüz, bilmirəm, biraz bəlkə də çətin anlaşılsın. Da üzərində dayanmıram. Eşq budur, eşq əmrlə hasil olur. Çəkil kənara Allah qalsın, mən və Allah olmasın, çəkil kənara Allah qalsın.